Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda əlilliyi olan şəxslərə qulluq edənlər üçün təqaüd qaydasında dəyişiklik edilib. Salam, hörmətli izləyicilər. Bugün sizə Azərbaycanda əlilliyi olan şəxslərə və onlara qulluq göstərən vətəndaşlara aid mühüm bir yenilik barədə məlumat verəcəyik. Azərbaycan Respublikasında sosial müdafiə sahəsində aparılan islahatlar çərçivəsində növbəti mühüm dəyişiklik həyata keçirilib. Yeni qərara əsasən orqanizmin funksiyalarının 81%-dən 100%-ədək pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidenti tərəfindən təyin olunan təqaüdün ödənilməsi qaydasında dəyişiklik edilib. Məlumata görə bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb. Qərarda mövcud qaydaya yeni bənd əlavə olunub və bu əlavə bəzi hallarda qəyyumluq və himayəçilik funksiyalarının hansı qurum tərəfindən həyata keçiriləcəyini daha dəqiq müəyyənləşdirir. Yeni dəyişikliklərə əsasən himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlarla bağlı qəyyumluq və himayəçilik orqanının funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlarla bağlı məsələlərdə də bu səlahiyyət Nazirliyə məxsus olacaq. Digər hallarda isə həmin funksiyalar uşaq hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən komissiyalar tərəfindən icra ediləcək. Bu dəyişikliklərin əsas məqsədi əlilliyi olan uşaqların hüquqlarının daha səmərəli qorunmasını təmin etmək, onların sosial müdafiəsini gücləndirmək və aidiyyəti qurumların fəaliyyət bölgüsünü daha aydın şəkildə müəyyənləşdirmək. Mütəxəssislərin fikrincə yeni qərar dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə kömək edə bilər. Bu isə öz növbəsində əlilliyi olan uşaqlara və onların ailələrinə göstərilən xidmətlərin daha operativ və səmərəli təşkilinə şərait yarada bilər. Sosial müdafiə sahəsində qəbul edilən bu kimi qərarlar cəmiyyətin həssas təbəqələrinin rifahının yaxşılaşdırılmasına yönəlmiş addımlar kimi qiymətləndirilir. Xüsusilə də əlilliyi olan şəxslərin və onların qayğısına qalan ailə üzvlərinin sosial təminat imkanlarının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Qeyd edək ki, Prezident təqaüdü əlilliyi olan şəxslərə və ya onlara qulluq edən vətəndaşlara göstərilən sosial dəstək mexanizmlərindən biridir. Bu sahədə həyata keçirilən dəyişikliklər hüquqi prosedurların daha aydın və şəffaf şəkildə tənzimlənməsinə xidmət edir. Beləliklə, yeni qərarla əlilliyi olan uşaqlarla bağlı qəyyumluq və himayəçilik funksiyalarının icrası üzrə məsul qurumların səlahiyyətləri daha dəqiq müəyyənləşdirilib. Bunun da gələcəkdə sosial müdafiə tədbirlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir. Əziz izləyicilər, sosial sahədə baş verən yeniliklərdən xəbərdar olmaq üçün kanalımızı izləməyi unutmayın. Növbəti məlumatlarda görüşənədək sağ olun.